Книга «Секрет», часть 33. Джеймс Рэй. Благодарность стала для меня упражнением, дающим силу. Благодарность, teşekkür etmek, stala для меня упражнением, benim için bir çalışmaya çevrildi, дающим силу, güç veren bir çalışmaya. Каждое утро я просыпаюсь и говорю. Hər səhər mən oyanıram və deyirəm. Спасибо, çox sağ ol. Каждый раз, когда встаю с постели, спасибо. Hər dəfə, haçan ki yataqdan qalxıram, teşekkür edirəm və yaxud da çox sağ ol. Я вспоминаю и перечисляю все, за что я благодарен, пока чищу зубы и занимаюсь утренними делами. Я вспоминаю, mən xatırlayıram и перечисляю все, sadalayıram hər şeyi, за что я благодарен, nə üçün ki mən təşəkkür edirəm, nəyə görə mən minnətdaram. Пока чищу зубы, nə qədər ki dişlərimi təmizləyirəm, и занимаюсь утренними делами və nə qədər ki səhər işlərimlə məşğul oluram. И я не просто думаю об этом и совершаю привычные действия. И я və mən не просто думаю об этом, təkcə sadəcə olaraq bunu düşünmürəm və и совершаю привычные действия. Burada привычные, yəni vərdiş elədiyim bir hərəkətləri yerinə yetirmirəm sadəcə. Я вкладываю чувства в свои мысли и ощущаю благодарность. Я вкладываю чувства, mən his qoyuram, yəni his yüklüyürəm mənasında, свои мысли, öz düşüncələrimə и ощущаю благодарность və təşəkkür etməyi hiss edirəm. Minnətdarlığı, yəni hiss edirəm. День, когда мы снимали этот рассказ Джеймса Рэя, я никогда не забуду. O günü mən heç vaxt unutmaram. Haçan ki мы снимали этот рассказ Джеймса Рэя. Biz James Ray'in bu hekayesini çəkəndə. С тех самых пор я сделала упражнение Джеймса своей жизнью. С тех самых пор düz o vaxtdan bəri я сделала, mən etdim упражнение, çalışmanı, James'in çalışmasını öz həyatımla. Утром я не поднимаюсь с постели, пока не почувствую благодарность за наступивший день и за все в моей жизни. Утром я не поднимаюсь с постели, səhər mən yataqdan qalxmıram, пока не почувствую, nə qədər ki hiss etmərəm, благодарность за наступивший день, açılan gün üçün, yəni yeni bir gün üçün minnətdarlığı и за все в моей жизни və həyatımda olan hər şey üçün. Затем я встаю с кровати, и когда одна моя нога касается пола, я говорю спасибо. Затем ardınca я встаю с кровати, mən qalxıram çarpayıdan, и когда одна моя нога касается пола, və haçan ki mənim bir ayağım yerə dəyir, yəni döşəməyə dəyir, kasatsa feilindən sonra nəyə toxunulursa, həmin söz işlənilir родительный падежdə. Ona görə burada poladır. Я говорю, mən deyirəm, спасибо, təşəkkür edirəm. Я договариваю последний слог, когда вторая моя нога ступает на пол. Я договариваю последний слог. Mən axırıncı hecanı artıq deyib bitirirəm. Когда вторая моя нога, haçan ki mənim artıq ikinci ayağım yerə basır. На каждом шагу по пути в ванную я повторяю. Спасибо. На каждом шагу, hər addımda, по пути в ванную, hamam otağına olan hər addımda я повторяю. Mən təkrarlayıram. Təşəkkür edirəm. Я продолжаю твердить это и наполняться ощущением благодарности. Mən davam edirəm bunu təkrar deməyi и наполняться ощущением благодарности və təşəkkür hissi ilə dolmağı davam edirəm. Пока принимаю душ и собираюсь.
Nə qədər ki, duş qəbul edirəm və hazırlaşıram. Пока я готовлюсь к новому дню, я успеваю сказать спасибо сотни раз. Пока я готовлюсь к новому dню, nə qədər ki mən və yaxud da hələ ki mən yeni bir günə hazırlaşıram, я успеваю сказать, mən çatdırıram deməyi təşəkkür edirəm 100 dəfələrlə. Yüzlərcə dəfə və yaxud da. Так я создаю свой будущий день и все, что в нем произойдет. Так я создаю свой будущий день. Bu cür mən yaradıram özümün gələcək günümü и все, что в нем произойдет. Və bütün hər şeyi nə ki həmin gündə baş verəcək. Я устанавливаю себе чистоту на этот день и определяю, что я сама хочу видеть сегодня, вместо того, чтобы неохотно выползти из кровати и позволить самому дню вести меня. Я устанавливаю себе чистоту на этот день. Mən özümə bu günə olan tezliyi qururam. Yəni özümdə qururam bu tezliyi ki, bu günə hazırlıq kimi. И определяю və müəyyənləşdirirəm, что я сама хочу видеть сегодня, nə istəyirəm mən bugün görməyi, вместо того, чтобы onun yerinə, nəyin yerinə, неохотно выползти из кровати, keyfsiz şəkildə istəmədən çarpayıdan durmağın yerinə, yəni, и позволить самому дню вести меня və günün özünə o icazəni vermək ki, məni aparsın. Yəni necə, nə olur olsun. Yəni bunların yerinə mən özüm qururam o tezliyi yeni bir gün üçün. Cümlənin mənası budur. Не существует более могущественного способа начать день. Не существует, mövcud deyil, более могущественного способа начать день. Daha böyük bir vasitə günü başlamaq üçün, bundan, yəni belə çıxır ki, bundan daha böyük bir vasitə günü başlamaq üçün yoxdur. Вы творите вашей жизни, и потому начните создавать ваш день сознательно. Вы, siz, tворить вашей жизни, sizin həyatınızın yaradıcısısınız, и потому начните создавать, və buna görə də başlayın yaratmağa ваш день сознательно, öz gününüzü şuurlu olaraq. Благодарность была фундаментом учений всех великих мудрецов и лидеров в истории человечества. Təşəkkür etmək была фундаментом, fundament sözünü başa düşürük hamısını, Azərbaycanca indi tapa bilmədim. Fundament idi. Bütün dahi müdriklərin və liderlərin, yəni insanlıq tarixində olan bütün dahi liderlərin və müdriklərin hamısının nəzəriyyəsinin fundamenti idi. В книге «Наука стать богатым», написанной Уильсом Утлзом в 1910 году, благодарности посвящена самая длинная глава. В kниге, kitabda «Наука стать богатым», kitabın adı varlı olmaq elmi, написанный Уильс tərəfindən yazılan 1910-cu ildə, благодарности посвящена самая длинная глава. Ən böyük başlıq təşəkkürə həsr olunmuşdu. Yəni başlıq qlava, kitabı oxuyanda hissələr olur, birinci hissə, ikinci hissə, yəni qlava ona deyirik. Эта книга изменила мою жизнь. Bu kitab mənim həyatımı dəyişdi. Для наставников, принявших участие в тайне, благодарность – неотъемлемая часть каждого дня. Для наставников, o öğüt verenler üçün, принявших участие в tayne, taynada, yəni bu sirdə iştiraki qəbul edən həmin o öğüt verən insanlar üçün благодарность, təşəkkür etmək, неотъемлемая часть, ayrılmaz hissəsidir каждого дня, hər günün. Большинство из них начинают свое утро с ощущения благодарности и мыслей о ней.
Большинство из них, onlardan çoxu, начинают свое утро, başlayırlar öz səhərlərini с ощущения благодарности, təşəkkür etmək hissindən başlayırlar мыслей о ней və o haqda olan düşüncələrdən başlayırlar. Джо Шугарман, чудесный человек и успешный предприниматель, посмотрел фильм «Тайна» и познакомился со mной. Джо Шугарман, чудесный человек, möhtəşəm insandır, успешный предприниматель və uğurlu sahibkardır. Посмотрел фильм «Тайна», Sir filminə baxıb познакомился со mной, mənimlə tanış olub. Он сказал, что его любимый фрагмент о методе благодарности и что благодарность во 100 крат усилила все, чего он достиг в жизни. Он сказал, o dedi ki, его любимый фрагмент, onun sevimli fragmenti о методе благодарности, təşəkkür etmək haqqında olan, təşəkkür etmək metodu haqqında olandır что благодарность və təşəkkür etmək во 100 крат усилила все, hər şeyi, чего он достиг в жизни, həyatında əldə etdiyi, çatdığı hər şeyi təşəkkür 100 dəfə daha çox tezləşdirib, gücləndirib mənasında. При всей успешности, какую Джо притянул к себе, он продолжает использовать благодарность каждый день, даже в мелочах. При всей успешности, bütün uğrunun yanında, какую Джо притянул к себе, hansını ki Джо özünə çəkib, он продолжает, o davam edir, использовать благодарность каждый день, hər gün təşəkkür etməyi, istifadə etməyə, даже в мелочах, hətta ən kiçik şeylərdə belə. Когда он находит место для парковки, он всегда от души говорит спасибо. Haçan ki o maşını park etmək üçün yer tapır, он всегда от души говорит, o həmişə ürəkdən deyir, təşəkkür edirəm. Джо знает, что ему принесла благодарность, он чувствует ее силу. Джо bilir, что ему принесла благодарность, nə ona, təşəkkür etmək ona nə gətirib, он чувствует ее силу. O, onun gücünü hiss edir. Yəni, onun, ее, yəni благодарностьdan söhbət gedir. Благодарность özü женский rodda olan sözdür. Ona görə ее deyilir. Благодарность stala для него образом жизни. Təşəkkür etmək onun üçün həyat tərzinə çevrilib. Все, что я прочитала и испытала в моей собственной жизни при использовании тайны, подтверждает. Все, что я прочитала и испытала, hər şey, nə ki mən oxumuşam və испытала, sınaqdan keçirtmişəm, ümumiyyətlə mən onu yaşamışam, keçirtmişəm, в моей собственной жизни, mənim öz həyatımda, при использовании тайны, sirrin istifadə edərək, подтверждает, təsdiqləyir. Могущество благодарности превыше любого другого. Təşəkkür etməyin böyüklüyü, gücü, yəni istənilən digər bir şeydən daha yüksəkdir. Если вы запомните из всего учения тайны только одно, пусть это будет благодарность, и пусть она станет вашим образом жизни. Если вы запомните, əgər siz yadda saxlasanız, из всего учения tayны только одno, sir nəzəriyyəsinin hamısından yalnız bir şeyi, yəni yadda saxlamalı olsanız, пусть это будет благодарность, qoy bu təşəkkür etmək olsun. И пусть она станет вашим образом жизни. Və qoy o sizin həyatınızın tərzinə çevrilsin. Как только вы начнете иначе относиться к тому, что у вас уже есть, вы начнете притягивать к себе еще больше хорошего. Как только вы начнете иначе относиться к тому, что у вас есть. Siz, yəni əlinizdə olan, özünüzdə olan hər şeyə
başqa cür yanaşmağa başlayan kimi вы начнете притягивать, siz başlayırsınız çəkməyə к себе, yəni özünüzə еще больше хорошего, daha çox yaxşı şeyləri. Еще больше вещей, за которые можно благодарить. Daha çox şeyləri hansılara görə ki, təşəkkür etmək olar. Вы можете оглянуться вокруг и сказать. Siz ətrafa baxına bilərsiniz və deyə bilərsiniz. Ну, у меня нет такой машины, какую я хочу. Budur, mənim yoxdur elə bir maşınım ki, hansını ki mən istəyirəm. У меня нет такого дома, какой я хочу. Mənim istədiyim kimi bir evim yoxdur. У меня нет такого супруга, как я хочу. Mənim istədiyim kimi bir həyat yoldaşım yoxdur. У меня нет такого здоровья, как я хочу. Mənim istədiyim kimi bir sağlamlığım yoxdur. Стоп, стоп. Все это вещи, которых вы не хотите. Dayanın, bütün bu şeylər hansılar ki siz istəmirsiniz. Сосредоточьтесь на том, что у вас уже есть и за что вы благодарны. Fikrinizi cəmləyin onun üstündə ki, nə artıq sizdə var. И за что вы благодарны və nə üçün siz minnətdarsınız. И может это окажется тот факт, что у вас есть глаза, чтобы прочесть эти строчки. И может və ola bilər ki, это окажется тот факт, həmin fakt ola bilər ki, что у вас есть глаза. Sizin gözləriniz var, чтобы прочесть эти строчки. Bu sətirləri oxumaq üçün. Или одежда, которую вы носите. Və yaxud da geyiminiz var, hansını ki siz geyinirsiniz. Да, возможно, вы предпочли бы что-нибудь другое, и вы очень скоро это получите, если начнете испытывать благодарность за то, что имеете. Да, возможно, вы предпочли бы что-нибудь другое. Bəli, ola bilər ki, mümkündür ki, siz nəsə başqa bir şeyi üstün tutardınız. И вы очень скоро это получите. Və siz çox tezliklə bunu alacaqsınız. Если начнете испытывать благодарность за то, что имеете. Siz bunu tezliklə alacaqsınız, əgər başlasanız təşəkkür hissi keçirməyə özünüzdə olanlara görə. Многие люди, которые живут правильно во всех остальных аспектах, остаются бедными из-за недостатка благодарности. Многие люди, çox insanlar, которые живут правильно во всех остальных аспектах, digər bütün aspektlərdə düzgün yaşayan insanlar остаются бедными, kasıb olaraq qalırlar из-за недостатка благодарности. Minnətdarlığın çatışmamağı ucbatından. Yəni az şükür, az minnətdar olduqları üçün.